görə Samir Cəfərov, xalq artistimiz. Xoş gəldiniz Samir müəllim. Bayramınız mübarək. Təşəkkür edirik ki, bu özəl günü bizimlə birgə salamlayırsınız. Sağ olun, çox sağ olun. Minnətdaram bu özəl gündə dəvət etdiyinizə görə. Həqiqətən də 15 iyun Azərbaycan tarixinin deyərdim ki, başlanğıcıdır. Müasir Azərbaycanımızın Ulu Öndərin Naxçıvandan Bakıya gəlməyi və Azərbaycanın inkişafı və Azərbaycanın bütövlüyü 15 iyundan başlayır. Azərbaycanımızla bağlı gözəl bir mahnı ilə başladıq verilişimizə. Hər vaxtınız xeyir, xoş gördük sizə əziz tamaşaçılar. Bəli, bugün 15 iyun tarixində görüşürük sizlərlə. Bugün isə adi bir gün deyil. Bugün Azərbaycan tarixinə, Azərbaycan təqviminə Milli Qurtuluş günü kimi daxil olub. Və bu bayram əslində adi təqvim bayramı deyil. Xalqın azadlıq, tərəqqi erasının başladığı bir tarixdir. Bugün də biz boylanacağıq, əziz tamaşaçılarımız, studiyamızın qonağı, Milli Məclisin deputatı, əməkdar jurnalist, İki Sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ilə. Xoş gəlmişsiniz. Təşəkkür edirəm. Xoş gördük sizi. Çox minnətdarım. Vüqar müəllim, çox şərəfli bir gündə görüşürük. Milli Qurtuluş gündə və bugün bir jurnalist kimi, bir Azərbaycan vətəndaşı kimi sizin taleyinizdə yazılan bir gündür. Siz bu günü yaşamısınız, siz bu tarixi yaşamısınız, siz bu epoxanı yaşamısınız. Odur ki, həm bir ziyalı kimi, həm bir vətəndaş kimi, həm bir jurnalist kimi bugünün Azərbaycan tarixində yeri nədən ibarətdir? Gəlin, öncə o tarixə qaydaq. Həmin o dönəm siyasi hərcməclik, Azərbaycanın suverenliyinin, müstəqilliyinin təhlükə ilə üzləşdiyi bir dönəm, vətəndaş müharibəsinə rəvac veriləsi bir dönəm, özbaşınalıq, xalqın rifahının aşağı olması və s. və ilaxır. Bu dönəm sizin gözünüzün qabağındadır. Siz bu dönəmi yaşamısınız. Təşəkkür edirəm. Nə qədər ağır olsa da o dönəmə qaydaq. Əlbəttə, 15 iyun 93-cü il tarixi Azərbaycanın ümumiyyətlə taleyində çox müstəsna yadda qalan və hər bir Azərbaycan vətəndaşının həyatında müstəsna rola malik olan bir gündür və ümumiyyətlə dövlətimizin, dövlətçiliyimizin tarixində çox, belə deyək, bayramların zirvəsində duran bir bayramdır. 15 iyuna qədər olan dövrü və dönəmi xatırlasaq, doğrudan da Azərbaycan xalqının həyatında, Azərbaycan dövlətinin həyatında çox ağrılı, çox acılı və çox təlatümlü bir dövrə təsadüf eləyirdi. Bilirsiniz, baxmayaraq biz 91-ci ilin 18 oktyabr tarixində müstəqillik aktı qəbul eləmişdik. Bəli. Amma müstəqilliyin atributlarına söhbət edə bilməzdik. Azərbaycanda xaotik vəziyyət, anarxiya hökm sürürdü. Azərbaycanda siyasi sabitlik deyil, siyasi və silahlı qruplaşmaların tüğyan etdiyi bir dövrə təsadüf eləyirdi. Azərbaycanda iqtisadiyyat günü-gündən məhv olurdu, artıq iqtisadiyyat yoxdur. Və belə bir məqamda əlbəttə ki, Azərbaycan vətəndaşlarının taleyi və Azərbaycan vətəndaşlarının həyatı siyasi baxımdan, iqtisadi və sosial baxımından hansı bir mənzərəni göz önünə gətirmək çox da çətin deyil. Hər bir fərdin, vətəndaşın həyatı, acı taleyi əlbəttə o mövcud dönəmdən və mövcud günlərdən yaxşı yaxud da pis o günlərdən kifayət qədər bağlı idi. O illərdə hakimiyyətdə olan, siyasi hakimiyyətdə olan qüvvələrin Azərbaycan vətəndaşlarının, belə deyək ki, həyatını düşünmək yox, əksinə öz şəxsi maraqlarını düşünmək və dediyimiz kimi Azərbaycan dövlətinin maraqlarını yox, öz şəxsi maraqlarını hər şeydən üstün tuturdular və 92-ci, 93-cü ildə siyasi hakimiyyətdə olan o qüvvələr Azərbaycanı ümumiyyətlə məhv olmaq təhlükəsinə gətirib çıxarmışdılar və bilirsiniz, 15 iyun tarixinə qədər dönəmə biz baxsaq, 4 iyun artıq qiyam başlamışdı Gəncədə. Azərbaycanın ümumiyyətlə dünya siyasi xəritəsindən silinmə təhlükəsi üzrə idi. Azərbaycanda vətəndaş müharibəsinin başladığı bir dönəmdə artıq o hakimiyyətdə olan insanlar mövcud, belə deyək ki, silahlı qruplaşmaları vahid ordu ətrafında deyil, hərənin öz, belə deyək ki, maraq dairəsinə qulluq eləyən o qruplar vardı, silahlı qruplar. O dönəmdə nazir özünü prezident statusunda görməyə cəhd edirdi, təşəbbüs göstərirdi. Hər bir fərd özünü yüksək bir idarəçilik qabiliyyətində, hansı ki, bir günlük belə deyək ki, dövlətçilik təcrübəsi olmayan insanları gətirib böyük bir ölkənin idarəçiliyində siyasi postlara əyləşdirmişdilər.
Və o insanlar, hətta mən deyərdim ki, nazir, belə deyək ki, vəzifəsində daşıyan insanlar o dönəmdə bir kolxozu idarə etmək qabiliyyətinə malik deyirlər. Bir, deyək ki, JEK-i belə deyək ki, mənzil istismar sahəsini idarə etmək qabiliyyətində deyirlər. Amma belə olan təqdirdə, əlbəttə, ölkənin daxilində olan o siyasi çəkişmələr və eyni zamanda ölkənin xaricində mövcud olan Azərbaycanı istəməyən qüvvələr və Azərbaycanın əraziləri o dövrdə günü-gündən işğala məruz qalması Azərbaycanda artıq Azərbaycanın məhvinə gətirib çıxartmışdı. Təsəvvür eləyin, Gəncədən Sürət Hüseynov, bax bu həmin o AXC Müsavat cütlüyünün Qarabağ üzrə səlahiyyətli nümayəndəsi vermişdilər və general vermişdilər, milli qəhrəman statusu vermişdilər və ona o bütün imtiyazları məhz həmin o hakimiyyətdə olan insanlar vermişdilər və onların da təbii ki, maraqları toqquşduğu məqamda belə bir ziddiyyətli və belə bir çətin və vətəndaş müharibəsi. Sürət Hüseynovun öz kifayət qədər böyük silahlı dəstəsi, burada da müxtəlif qrupların öz maraq dairəsi və vahid bir sistem mövcud deyil, vahid bir ideologiya mövcud deyil, dövlətçiliklə bağlı bir təcrübə mövcud deyil. Belə olan təqdirdə Sürət Hüseynov artıq öz, belə deyək, silahlı qrupları tərəfindən, gücləri tərəfindən ətrafına toplayır və öz Azərbaycanın Gəncədən üzübəri rayonlarını işğal edir və hakimiyyətdə olan bu insanlar öz çarələrini axtarırlar ki, talihləri necə olacaq. Bütün xalqın ayağa qalxması, bütün vətəndaşların Heydər Əliyevdən rica etməsi və doğrudan da o vətəndaşlar öz vətənlərini, öz dövlətlərinin taleyini biganə qalmayan insanlardılar ki, və yalnız bu ağır dönəmdən, ağır vəziyyətdən bu ölkəni Heydər Əliyev qutara bilərdi. İkinci bir adam bu mümkün deyildi. Hansı ki, bax bu bataqlığa, bu faciə, bu fəlakətə düçar etmiş bu milləti, bu xalqı, bu dövləti düçar etmiş insanlar özlərini dediyim kimi müxtəlif imtiyazlar sahibi etməyə cəhd edirdilər, müxtəlif vəzifət statusunu əldə etmək istəyirdilər. Belə olan təqdirdə əlbəttə ki, Heydər Əliyevin qayıdışı, Heydər Əliyevin xalqın tələbindən hakimiyyətə gəlişi Azərbaycan tarixində yeni bir dönəmin, belə deyək ki, Azərbaycan dövlətinin qorunması, Azərbaycan dövlətinin mövcudluğunun varlığını sübut etməsi və Azərbaycan müstəqilliyini qorunmasına dəlalət edirdi. Çox böyük hadisə idi. 15 iyun əgər olmasaydı, bu günləri biz bu studiyada nə oturub söhbət eləyə bilərdik, bu günləri müasir qüdrətli Azərbaycan dövlətinin nə biz rahat vətəndaşları ola bilərdik, nə bu günləri müasir qüdrətli Azərbaycan dövlətinin varlığından danışa bilərdik. Ona görə də 15 iyun müstəqil, qüdrətli, güclü Azərbaycan dövlətinin məhz dövlətçilik prinsiplərinin müəyyən olunduğu bir gündür. Məhz dövlətin sabitliyin bərpasına gedən yolun başlanğıcı gündür. İqtisadiyyatın tənəzzüldən tərəqqiyə doğru damla-damla, addım-addım irəlilədiyi bir gündür və bu doğrudan da böyük bir tarixi nailiyyətdir, tarixi hadisədir və bu baxımdan hesab edirəm ki, Azərbaycan vətəndaşlarının, Azərbaycan xalqının, Azərbaycan millətinin, bütövlükdə Azərbaycan dövlətinin tarixində və taleyində bu günün əvəz olunmaz, misli görünməyən bir zirvədə duran əhəmiyyəti vardır və o zirvə ki, o zirvə Azərbaycanın müstəqilliyini qorudu, Azərbaycanın dövlətçiliyini qorudu və biz əsrin əvvəlində 18-ci ildə müstəqilliyi əldə edəndə bizim müstəqilliyimiz cəmi 23 ay ömür sürdü. Mən qətiyyətlə və tam məsuliyyətlə qeyd edirəm ki, bizim əgər ulu öndərimiz Heydər Əliyev olmasaydı, bizim ikinci dəfə təkrarən müstəqilliyin bərpasını əldə etdik 91-ci ilin oktyabrında, əgər ulu öndər olmasaydı, ulu öndərimiz olmasaydı, bizim bu müstəqillik tariximiz birincindən də qat-qatısı ola bilərdi. Ona görə də ulu öndərimiz bu tarixi əbədi etdi, müstəqillik tarixini əbədi etdi. Bu günlər Azərbaycan dünyanın ən inkişaf etmiş qüdrətli ölkələrindən birinə çevrilməkdədir. Azərbaycan iqtisadi gücünə, siyasi nüfuzuna görə dünyanın ən aparıcı ölkələrindən birinə çevrilməkdədir. Təbii ki, bu Heydər Əliyev o müəyyənləşdirdiyi o siyasi kursun uğurlu nəticələridir və Heydər Əliyev ideyalarının, Heydər Əliyev ideologiyasının, onun müəyyənləşdirdiyi o Azərbaycançılıq ideologiyasının Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmətin ən böyük bir nümunəsidir və bunu bu günləri hər bir Azərbaycan vətəndaşı görür, qürurla Azərbaycanlı olduqlarını qeyd edirlər. Bəli, müdrik Azərbaycan xalqı öz seçimini elədi və düzgün seçimini elədi. Ulu Öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtdı xalqın təkidi ilə və o vaxt yadımdadır ki, Maqsud İbrahimbəyev yazmışdı ki, Heydər Əliyev tüstülənən xarabalığa gəldi.
Və o tüstülənən xarabalığın üzərində Azərbaycan adlı böyük bir məbədin, əsərin müəllifinə çevirdi. Çox çətin idi və Ulu Öndər elə həmin gün ayın 15-də səsləndirdiyi nitqdə Azərbaycanın gələcək inkişaf perspektivlərini ortaya qoydu və zaman-zaman da bu planların hamısını reallaşdırdı. Məhz bu gündən başlayan inkişaf, tərəqqi, suverenlik yolu 2020-ci il, bəli, noyabrın 10-da bizim qələmlərimizlə başa çatdı və son nöqtəni də 2023-cü ilin sentyabr ayının 19-u söylədi. Bugün Azərbaycan bütöv, vahid, inkişaf etmiş, tərəqqi etmiş və dünyanın da hesablaşdığı bir dövlətdir. Ulu Öndər və Azərbaycanın tərəqqisi. Gəlin bu mövzuda danışaq. Təşəkkür edirəm. Çox maraqlı və doğrudan da çox məzmunlu bir sualdır və əlbəttə ki, bugünkü uğurlarımızın təməl prinsiplərini təbii ki, Ulu Öndərimiz o dövrdə gərgin və çətin dönəmdə müəyyənləşdirdi və qoydu. Və ümumiyyətlə, ilk növbədə ölkədə vacib şərtlərdən biri siyasi sabitliyin mövcud olmasıdır. Heydər Əliyev zaman-zaman, addım-addım bu siyasi sabitliyin bərpa olunması, vətəndaş həmrəyliyinin mövcud olması ilə bağlı kifayət qədər uğurlu addımlar atdı və çox gözəl xatırlayıram, 94-cü ilin may ayında atəşkəsin elan olunması Azərbaycan hərb tarixində, ümumiyyətlə Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən anlardan və dönəmlərdən biri kimi xarakterizə etmək olar. Ümumiyyətlə, ilk illərdə bilirsiniz, həm baxmayaraq 93-cü ildə Ulu Öndərimiz xalqın təşkil tələbi ilə hakimiyyətə gəlmişdi. Yenə Azərbaycanın daxilində Azərbaycanı istəməyən qüvvələr, təkcə Azərbaycanın daxilində deyil, xaricdən onlara xabadarlıq eləyən terror hadisələrinə cəhd, belə deyək ki, dövlət çevrilişlərinə cəhdlərin biz şahidi olurduq və çox ağır bir hadisələrdir və bundan düzgün siyasi qərarların verilməsi və xalqı, belə deyək ki, bu ağırlı, acılı dönəmlərdən xilas etməyin yollarını yalnız Heydər Əliyev müəyyənləşdirdi və əlbəttə zaman-zaman bu siyasi sabitliyi reallaşdırdı, həyata keçirdi və çox da asan bir məsələ deyildi bunlara nail olmaq və onun üçün də gecə də, gündüz də, bütün hər qərarda, hər sərəncamın arxasında xalqın mənafeyi dururdu, vətənin taleyi dururdu və bu baxımdan 94-cü ildə atəşkəsin elan olunması həm Azərbaycanda ordu quruculuğunun vahid sistemi ətrafında daha mükəmməl şəkildə, müasir tələblər çərçivəsində, belə deyək ki, kadr potensialının artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi fonunda kifayət qədər əhəmiyyətli işlərlə yadda qaldı və ən mühüm hadisələrdən də biri, bilirsiniz, dövlətin bütün siyasi və sosial proseslərin mühüm nailiyyətlərlə yadda qalması üçün iqtisadi imkanların genişlənməsi vacib şərtlərdən biri idi. Ona görə də 94-cü ilin 20 sentyabr tarixi Azərbaycanın iqtisadi inkişafının təməl prinsipləri müəyyən elədiyi bir tarixidir və bu tarix Azərbaycanın həyatında mühüm dönüşə, belə deyək ki, səbəb olan bir tarixidir. Bütün dünyanın iqtisadi maraqları Azərbaycanda cəmlənmişdi, bəli, tamamilə düzgündür Nəcibə xanım. Ulu Öndərimiz qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Və iqtisadiyyatımızın güclü olması bizim sosial həyatımızın güclü olması deməkdir. İqtisadiyyatın güclü olması bizim, belə deyək ki, siyasi sistemin güclü olması deməkdir. İqtisadiyyatın güclü olması bizim ordumuzun güclü olması deməkdir. Və zaman-zaman biz bu proseslərə addım-addım yaxınlaşdıq və həqiqətən də bu günləri Azərbaycanın müasir dünyada, müasir dövlət kimi inkişaf tendensiyası məhz o illərə dəlalət edirdi. Zəngin qanunvericilik bazası yaradıldı, Azərbaycan Konstitusiyası qəbul olundu. Konstitusiya dövlətin ən vacib, belə deyək ki, atribut hesab etmək olar və ana qanunudur və bu vacib şərtlərdən biridir. Bizim Azərbaycan Konstitusiyasının mühüm vacib bəndlərinin əksəriyyəti demək olar ki, insan haqlarının qorunması, söz və fikir azadlığının təsbit olunmasını özündə etiv eləyir. Ona görə də məhz Ulu Öndərimiz həmişə qeyd edir ki, söz azadlığı, fikir azadlığı olmadan demokratik prinsiplərin bərqərar olmasından danışmaq olmaz. Ona görə də bu prosesləri də paralel şəkildə reallaşdırdı, həyata keçirdi.
Və Azərbaycan doğrudan da həm zəngin dövlətçilik tarixini özündə əks etdirən kifayət qədər uğurlu layihələrə imza atdı və Azərbaycan iqtisadi qüdrətini artırdı. Bakı-Tbilisi Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, əsrin kontraktından doğan digər mühüm layihələr və bu Azərbaycan iqtisadiyyatının müstəsna onurğa sütunu təşkil edən və əhəmiyyətli layihələrdir ki, bu gün də Azərbaycanın həyatında müstəsna rola malik olan iqtisadi layihələrdir. Və bu günləri bilirsiniz, Azərbaycanda təkcə iqtisadi, belə deyək ki, sistemin qurulması, belə deyək ki, vahid bir mexanizm ətrafında çox çətindir bundan inkişaf etmək. Azərbaycan həm də beynəlxalq münasibətlər sisteminə kifayət qədər uğurlu siyarət etməli idi. Buna görə də həm paralel şəkildə siyasi münasibətlər sistemini formalaşdırmaq, eyni zamanda beynəlxalq münasibətlər sisteminə belə də inteqrasiya proseslərini uğurla həyata keçirtmək, beynəlxalq təşkilatlarla və aparıcı dövlətlərlə əməkdaşlıq etmək bu Azərbaycanın qarşısında duran ən vacib və ən mühüm hədəflərdən biri kimi xarakterizə olunur və eyni zamanda biz dünyanın aparıcı beynəlxalq təşkilatları ilə artıq əməkdaşlıq etməyə başladıq. Biz eyni zamanda həmin beynəlxalq təşkilatlara həqiqi mənada üzv olduq. Bu vacib şərtlərdən biri idi ki, həmin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqlarımızı inkişaf elətdirək. Və beləliklə Azərbaycan bu günləri dünyanın diqqət mərkəzində olan ölkələrdən biridir. Bu sıradan bir məsələ deyil. Bu baxımdan düşünürəm ki, Azərbaycanın beynəlxalq bu sistemdə rolu və eyni zamanda regionda aparıcı dövlətə çevrilməsi ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının ana xəttini təşkil edirdi. Bugün möhtərəm cənab prezidentimiz Müzəffər Ali Başkomandan Azərbaycanı müasir şəkildə qurmaqdadır və cənab prezidentin ən böyük hədəflərindən birincisi odur ki, dünyada nə gözəl tikililər varsa Azərbaycanda inşa olunmalıdır. Dünyanın ən yaxşı yaşayan sakinləri Azərbaycan vətəndaşları olmalıdır. Bizim tikilən orta məktəblərə baxaq, səhiyyə müəssisələrinə baxaq, mədəniyyət obyektlərinə baxaq. Qarabağın quruculuğuna bəli, gəlirəm o proseslərə və doğrudan da bu çox vacib hədəflər və vacib şərtlərdən idi ki, bax buna nail olunur. Və əlbəttə, bu ulu öndərimizin görmək istədiyi Azərbaycanıdır və ən böyük məsələlərdən biri də ulu öndərimiz dəfələrlə görüşlərində, müsahibələrində, qaçqınlarla görüşdə hər zaman Qarabağın işğal altında olan ərazilərimizin mütləq və mütləq azad olunacağı günü qeyd eləyirdi. Və bizim üçün tarixi çox böyük tarixi gündür və siz bayaq vurguladınız, çox mühüm hadisədir və böyük bir hadisədir və bu zəfər tarixini yazmaq, yaratmaq, bu zəfər tarixini reallaşdırmaq, Azərbaycanı bir qəhrəman xalq olduğunu dünyaya sübut eləmək, Müzəffər Ali Başkomandan möhtərəm cənab prezidentimiz Heydər Əliyev siyasətinə söykənərək bu Azərbaycan ordusunun gücü qüdrəti ilə, Azərbaycan xalqının dəmir birliyi ilə, bu dəmir yumruq oldu və Azərbaycanın o uzun illər işğal altında olan torpaqlarını işğaldan azad elədi. Bu, ulu öndərimizin görmək istədiyi Azərbaycanıdır və bu günləri hər birimiz şərəflə, qürurla, öz tarixi torpaqlarımıza ziyarət edirik, torpaqlarımıza gedirik, səfər edirik, Şuşamıza, Xankəndimizə, Laçın, Kəlbəzər və digər bölgələrimizə gedirik və o bölgələrdə görülən quruculuq, abadlıq işləri Azərbaycan iqtisadiyyatının nə qədər güclü və qüdrətli olduğunu sübut eləyir. Ötən il ölkə jurnalistləri 2-ci forumunu qeyd elədilər. Şuşa şəhərində, bəli. Beynəlxalq tədbirlər keçirilir Qarabağ. Bəli, çox mühüm hadisələrdir və özümüz bu dönəmin şahidləriyik deyə bizə bəlkə də adi gəlir, amma zaman keçəcək, illər keçəcək, nə qədər böyük və əzəmətli Azərbaycan tarixi üçün nə qədər qəhrəmanlıq nümunəsinin yazıldığını bir şahidlik eləyəcəyik və bu böyük bir tarixdir və əsrlər boyu yaşayacaq bir tarixdir və bu tarix əlbəttə ki, damla-damla, addım-addım ordunun güclənməsi, ordunun müasir texniki təsisatla təmin olunması, peşəkar kadr potensialının inkişaf etdirilməsi və digər məsələlər düşünürəm ki, məhz ulu öndərimizin o illərdə təməl prinsiplərini müəyyən elədiyi o siyasətin bu günləri möhtərəm cənab prezidentimiz tərəfindən uğurla reallaşdırdığını, həyata keçirdiyini yüksək səviyyədə biz şahidlik edirik. Bu çox böyük tarixi hadisədir, çox böyük bir nailiyyətdir və bu günləri Azərbaycan baxmayaraq ərazi və əhali baxımından çox da böyük olmayan dövlətdir. Amma Azərbaycanın söz çəkisi, iqtisadi qüdrəti, siyasi nüfuzu düşünürəm ki, 100 illik dövlətçilik təcrübəsi olan ölkələrlə müqayisə oluna bilər və bu günləri Azərbaycanın ümumiyyətlə dünyanın enerji təminatında, enerji təchizatında rolu danılmazdır. Hətta Avropanın bir sıra ölkələrinin
Azərbaycandan asıllıq vəziyyətinə, yəni Azərbaycanın dəstəyi olmadan, Azərbaycanın təminatı olmadan bir çox məqamlarda, belə deyək ki, çətin bir duruma düşdüyünə biz şahidlik edirik. Və bu, Azərbaycan dövlətində gedən düzgün iqtisadi, siyasi proseslərin müəyyənləşdirdiyini və bu siyasətin uğurla həyata keçirdiyinin sübut edən çox böyük faktlardır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə müasir yolların, tunellərin, körpülərin çəkilməsi. Ağıllı kəndlərin fəaliyyətə başlaması. Ağıllı kənd və şəhərlərin layihələndirilməsi, salması. O ərazilərdə yeni şəhərlər, yeni sanki bir ölkənin böyük bir hissəsi salınır, yeni bir inşa olunur. Bu, çox böyük işlərdir, çox böyük layihələrdir və bu layihələri sözlə ifadə etmək çox çətindir və hesab edirəm ki, Azərbaycan bu günləri 5 il, 10 il bundan əvvəlki Azərbaycan deyil və şübhəm yoxdur ki, 1 il, 3 il, 5 il bundan sonraki Azərbaycanda bugünkü Azərbaycan olmayacaq və Azərbaycan davamlı inkişaf tendensiyasını yüksək səviyyədə reallaşdıracaq, həyata keçirəcək və bu bizim həyatımızın və cənab prezidentin qarşıya qoyduğu çox strateji bir ana xətti təşkil edir və o baxımdan prezidentimizin müntəzəm o ərazilərə səfərləri, yeni layihələrin təməl qoymasını və yeni layihələrin həyata keçirilməsini, onların inşa edilib açılış mərasimlərinin keçirilməsi, siz bayaq vurguladınız, 3 dənə beynəlxalq hava limanının inşa olunması, Nəzbə xanım, bu böyük bir işdir. Və Laçın kimi bir bölgədə adi bir yol çəkmək nə qədər böyük, o relyefinə görə çətindir. Amma Laçında beynəlxalq belə bir hava limanının inşa olunması çox böyük hadisədir, çox böyük hadisədir və hesab edirəm ki, bu qurtuluş tarixinin məhz o başlanğıc, uğur başlanğıcını qoyduğu o tarixdən gələn zəfər zirvəsinə yüksələn çox böyük bir yoldur və bu yolu Azərbaycanın hər bir vətəndaşları, hər bir sakini və bizi sevən bütün insanlar gözəl görürlər və o yol hər zaman işıqlı olsun, abad olsun və o yol şübhəm yoxdur ki, hər zaman işıqlı da olacaq, abad da olacaqdır və o yolun hələ zirvəsi daha irəlidədir. İnşallah daha yüksək nailiyyətlər, uğurlu layihələr, uğurlu planlar qarşıdadır, hədəflər qarşıdadır. Cənab prezidentimizin Müzəffər Ali Başkomandanın rəhbərliyi ilə. Gözəl bir söz var, Konfutsin sözlü. Deyir ki, Allah eləməsin ki, maraqlı və zəngin bir dövrdə yaşamayasınız. Və çox maraqlı və zəngin bir dövr yaşandı. Və bu dövrün şahidisiz bir jurnalist olaraq, bir ziyalı olaraq. Qurtuluş məfkurəsi Azərbaycana, Azərbaycanlılara nə verdi? Bu sualın cavabını əslində siz bugünkü çıxışınızda hər detalı ilə səsləndirdiniz və əslində bu böyük bir tarixdir. Bu barədə kitablar yazılacaq, əsərlər yazılacaq və bizdən sonra gələn nəsillər bu kitabı vərəqləyərək hər səhifəsində bu tarixi yazanların hər birinə təşəkkür edəcək. Əlbəttə. Qurtuluş tarixi fərd olaraq, zəm olaraq milləti yenidən bu həyata bəxş elədi və fərd olaraq mən və siz bəxş elədi və bütövlükdə cəm olaraq bir ölkəni, dövlətin müstəqilliyini yenidən özünə qaytardı və qüdrətli bir ölkəyə çevrilməsində müstəsna bir parlaq mayak rolunu oynadı. Mən kiməm sualına sanki cavabı bizi o günlərdə dərk elədik. Tamamilə düzdür. Öz incəliyi ilə, öz ən xırda detalları ilə. Tam razıyam sizlə. Əlbəttə ki, müqayisə olunmaz bir tarixdir və əvəz olunmaz bir tarixdir, qurtuluş tarixi. Və bu tarix və bu dönəm Azərbaycan həyatında, Azərbaycanlıların həyatında heç zaman unudulmayan bir tarixdir. Və bu möhtəşəm anları, möhtəşəm tarixi bizə təbii ki, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev bəxş elədi. Və Ulu Öndər özü deyirdi ki, vaxt olacaq, Azərbaycan bütün dünyaya günəş kimi doğacaq. Bəli, bu günəş Ulu Öndərin siyasi kursu, Ali Başkomandan, ölkə prezidenti İlham Əliyev tərəfindən bugün həmin siyasi kurs davam etdirilir və bugün həqiqətən də Azərbaycan bütün dünyaya günəş kimi doğub və onun zərrələri, onun parıltısı çoxunun gözünü kör eləsə də, çoxunun gözünə girsə də, bəli, dostlarımız daim bizim yanımızdadır. Dostlarımız da çoxdur və bu önləri həqiqətən də çox titanik işlər görünür. Və Azərbaycanda cənab prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə kifayət qədər ölçüyə gəlməz və mühüm və Azərbaycan üçün çox möhtəşəm işlər reallaşdırılır və bu işlər 100 illər keçəcək Azərbaycan tarixində qalacaq və Müzəffər Ali Başkomandan bu günləri özünün adını tarixə və bugünkü həyatımıza qızıl hərflərlə yazıbdır və o boyda qəhrəmanlıq nümunəsini dünyaya sübut eləmək, o boyda
xalqını, dövlətini, vətənini sevmək nümunəsini ortaya qoymaq bu sıradan bir məsələ deyil. Bu çox möhtəşəm. Canı ilə, qanı ilə bu millətə, bu torpağa, bu vətənə, bu xalqa bağlılığını sübut etdi və Müzəffər Ali Baş Komandanın rəhbərliyini Azərbaycan ordusu öz qəhrəmanlığını dünyaya sübut elədi. Torpağı necə qorumaq, vətəni necə sevmək nümunəsini ortaya qoydu və bu günlər hələ 100 illər keçəcək, o inkişaf etmiş ölkələr Azərbaycanın bax bu metodunu deyək, bu sevgi nümunəsini deyək, bu ordu quruculuğunda vətən sevgisini deyək və ordunun yüksək peşəkarlığını deyək, bax bu hələ sirlərin öyrənilməsini 100 illər keçəcək yenə bundan maraqlanacaqlar və düşünürəm ki, bu Azərbaycan tarixində əbədi qalacaq bir sevgi nümunəsidir, Azərbaycan tarixində əbədi qəhrəmanlıq nümunəsidir. Təşəkkür edirəm. Siz sağ olun, çox sağ olun, sağ olun, çox sağ olun. Əziz tamaşaçılar, mən sizə xatırladıram ki, bugün, bu şərəfli gündə studiyamızın qonağı, bu günlərin şahidi olmuş bizim gözəl ziyalımız, əməkdar jurnalist, İki Sahil qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Vüqar müəllim Rəhimzadə idi. Görüşəndək. Gözlerinde açılır bu milletin seheri, senin adınla bağlı bu halkın her zaferi. Kademin değen yerde sehralarda gül açır, Gülistana çevrilir yurdun kendi şehri. Güneş doğur elə bil harda çekilir adın, dosta fəxarət gelir, gözü kör olur yadın. Azərbaycan deyəndə səni düşünürük biz, azadlığa inanır xalqa sən bağışladın. Sən elə bir zirvəsən, küləklər neyləyəcək? Dünənim, bugünüm sən, səninlədir gələcək. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Sen bu çetin zamanda gücümüz, kuvvetimiz, sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var imzaların içinde, sana halaldır halal ülvü mehabbetimiz. Sen bu çetin zamanda gücümüz, kuvvetimiz, sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var imzaların içinde, sana halaldır halal ülvü mehabbetimiz.